video görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi. Bu günlerim Qurban Bayramıdır. Bütün izleyicilerimizin Qurban Bayramı münasibətilə təbrik eləyirəm. Və bu günlerim Allah cibin dol eləsin. Bax bu gördüyünüz erkeği Nadir kardeşimiz kəstirir. Allah ruzisini bol eləsin, Allah qəbul eləsin Nadir qardaş. Nadir qardaşımız 22.000 rubl pul göndərib, 450 manat erkəyə almışıq, 10 manat kəsənə verəcəyik, 10 manat maşın pulu vermişik, qalanı da deyib maşınına yanacaq vurarsan. Allah cibini dol eləsin Nadir qardaşımız. Allah min əvəzin versin. Və gözəl izləyicilərimiz, bununla bərabər bu günlərim mənim Surgut şəhərindən gözəl dostum, dəyərli qardaşım, Ramik qardaşım da 1000 rubl 100 manat pul göndəribdi. 100 manat pul göndərib. Onunla da gözəl izləyicilərimiz bax bu qurban ətinin üstündə hər ailəyə 2 dənə təndir çörəyi və kartop. Allah sənin də cibini dol eləsin Ramik qardaşım. Allah min əvəzin versin. Və gözəl izləyicilərimiz, sabahlarım inşallah yenə paylanacaqdır. Gözəl qardaşımız, xeyriyyətçi qardaşımız 100 manat göndəribdi və bir Allah bəndəsi 1000 rubl göndərib. Ondan da sabah Allahın köməyi ilə paylanacaq. Allah kəsilən qurbanımızı qəbul eləsin. Kəs qardaş. Yəni bu kəskini gözəl izləyicilərimiz çəkmirəm. Yəni buna müəllim hüququ gəlir. Ona görə çəkmək olmaz, qan düşməyi olmaz. İnşallah kəsiləcək. 15 yerə də paylanacaq. Allah qarşısında kəsdiyimiz qurban qəbul olsun Nadir qardaşım. Qəbul eləsin. Yaxşıdır. Biraz da olsun ki, soyanda rahat soyursun. Allah bütün kəsilən qurbanlarımızı qəbul eləsin. Bax, ciyarıdır, ağ ciyardır, qara ciyardır, ürəkdir, böyrəkdir, hamısı bölünür 15 yerə. Allah qəbul eləsin. Kloku gətirir, yığaq. Allah bütün kəsilən qurbanlarımızı qəbul eləsin. Bax, 15 dənə ailəvi, hərəsinin üstünə bir dənəsini qoy, bax buradan belə. Ay sağ ol. Qoy oraya. Ay sağ ol. 15 dənə də ailəyə kartofudur, çörəyidir, qurbanlıq ətidir. Allah qəbul eləsin, Allah cibinizi dolu eləsin, Allah ruzinizi bol eləsin. Bugün 15 dənə ailəni siz qəlbin açıb sevindirirsiniz. Allah da sizləri sevindirsin inşallah. Yığıra hər ailəyə 2 kilodan ağır gələn də var. Tərəzi yoxdur da qurban ətini çəkməzlər. Göz qərəli bölünüb, ürəkdir, ciyarıdır, böyrəkdir. Hamısı bölünüb. Allah qəbul eləsin. Getdi indi. Çəkilişimiz davam edir. İzləyin, like verin, bəyənin. Dəyərli izləyicilərimiz, gəldik, çıxdıq Bərdənin Qaradırnaq kəndinə. Allah bütün kəsilən qurbanlarımızı qəbul eləsin. Zəhmətkeş analarımız var burada, bacılarımız var. Bu günlərim Nadir qardaşımız pul göndərir. Bir dənə erkək kəsmişik. 15 yerə qoyulubdur. Surgut şəhərindən də mənim bir gözəl dostum var. Ramik qardaşım. O da pul göndərir ki, qurban ətinin üstündə kartofla çörək verəsin. Şirin ağırla yiyəsiniz. Allah bütün kəsilən qurbanlarımızı qəbul eləsin. Hamınız bax onu qazanınızı atıb pişirəndə, bax o qurban ətini göndərən Nadir qardaşımıza və Ramik qardaşımıza dua edəyəm. Çox sağ olun, çox sağ olun. Bir gəlin bura baxıydı. Bax bu qurban əti Nadir qardaşımız.
Adından bildim. Bu da kartoflu, 2 də təndir çörəyi. Allah qəbul etsin. Amin. Sağ olasın. Buyurun. Gurbətdə olan qardaşlarımız Allah sağ Amin. Amin Allah. Başı qardaşlarımız canı sağ olsun. Allah boynunuza qüvvət versin. Allah canı sağ eləsin. Allah canı sağ eləsin. Sağ olun. Şirin ağızdan yiyin. Allah bunu göndərənin puluna bərəkət. Amin. Malına, mülkünə bərəkət. Bizi sağ eləsin ki, elə bizim kimi şahsları yad ediyor. Allah qəbul. Sağ olun. Halal xoşunuz olsun. Halal xoşunuz olsun. Bana kadar dedi. Allah yine verzenini versin. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Buyur. Şirin ağızla yiyemem. Sağ olun. Allah yine. Zəhmətkeş analardır bunlar. Sağ ol. Sağ olun. Allah canını sağ eləsin. Sağ ol. Allah sizin de canını sağ olasın ki. Bu da qurbanı. Bu insanları bu kurban bayramı. Allah bütün kəsilən qurbanları qəbul eləsin. Qurbanlıq bayramınızdan mübarək Sağ olsun. ol. Şifalarınız sizden Allah canını sağ olasın. Bayramınız bir daha mübarek olsun ki. Allah sizi de Bizim var. günümüzde bizim böyle insanlarımıza gelip böyle sahelerde öz maşinalarına hizmet ediyor. Allah canını sağ olsun. Hürmetler olsun. Her şeyinize teşekkür ederim. Sağ ol qazanım. Çox sağ ol. İçsin. Şirin ağızla yiyin. Sağ ol. Allah canını sağ eləsin. Sağ ol. Sağ Oradan olun. bir Sağ ol. size bir mesele vereyim. Soğanlar da Çok sağ olun. Allah kabul etsin. Çok sağ olun. Allah bereket versin. Sağ olun. Sağ olun. Oradan o soğan bir de şey. Çok sağ olun. Yok yok bereketli olsun. Vallahi yok sağ olun. Sağ olun. Çox sağ ol. Allah canınıza değmesin. Amin. Canınız sağ olsun. Amin, buyur. Bir defa bereketin paylayın. Amin. Amin. Sağ olun. Sağ olun. Gönderene de, hamısına can sağlığı, getirene onlar de da Allah can kardeşimize de sağlığı. can sağlığı versin. Uzun ömür versin. Çok sağ olun. Amin Allah. Şehit Allah bacısıdır. eskiyelim. Sağ ol əmi. Sen kimdin? Hele bir bak vardı. Ermeni bakıyorum abi, onu Ahmet diyeyim. Sefer'in maaşı. Allah rəhmət eləsin. Məqamı uca olsun. Sağ ol. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Halal xoşunuz Sağ ol, olsun. ləzzət Allah onu çəkiniz, Allah göndərənin malına, mülkünə bərəkət versin. Allah kurban. Siz də şirin ağızla yiyin. Sağ olun. Çok sağ olun. Allah sizler de canı sağ olun. Soğan getirip koymasın. Çok sağ olun. Allah bereket versin. Sağ olun. İzləyicilərimiz 12 pay burada verdik. 3 payımız qalıbdı. Onun ikisini şəhid ailəsinə bax elə çəkilişimizi izləyərsiniz. Şəhid ailəsinə veriləcək. Biri də bir kasıb ailəyə veriləcəkdir. Videomuzu izləmədə qalın. Yaman əmin ama ne yok? Hoş geldiniz. Hoş geldiniz. Çok sağ olun. Bu günlərim Nadir qardaşımız pul göndərmişdi. Bir erkək kəsmişik. Sağ ol nətərsən. Öyle Ramik qardaşım pul göndərmişdi. Onunla da təndir çörəyini, kartofdu. Sizə də gətirdik bunu. Köməklərində dursun. Allah onların da bayramını mübarək eyləm, təbrik eyləm. Bayramlarında Allah qardaşlarında bol eləsin. Fəqət səni də təbrik eyləm bayramını. Sizin də qardaş. Yəni həmişə siz şəhid ailələridir, qazilərdir, veteranlardır. Ümumiyyətlə nəinki bunlar, nəinki bunlar. Mən həmişə deyirəm, siz həmişə qocaların, ondan sonra əlsizlərin, əxsizlərin, nə bilim xəstənin, imkansızların yanında olursunuz. Allah köməyinizə dursun. Həmişə. Yəni sırf ürəklə, sırf qəlblə. Mən həmişə demişəm, deyirəm də Xaqani. Biraz yaxınlığı çək. Xaqani müəllim, yəni Xaqani Məmmədov qoy hamı bilsin ki, Gəl vəri ilə qoy burada çəkək. Qoy belə evini də qoy buradan düşdü. Görün də bax gözəl izləyicilər. Şəhid atası harada yaşayır? Allah bütün yəni şəhidlərimizə rəhmət Xaqani eləsin. müəllim Bizi həmişə yığılıbdılar daxala. Nayla hələ demirləri, körpə şoxlar yersin ki, ora hamı. Su, özü su verəmi? Ay, qavuşdu. Üstü yox idi, torpaq daxaldı. İndi bunu sindən də qoy bir dənə çəkiliş eləyəcəm. Hələ qoy izləyicilərimiz görsün. Bax, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gəbəl Elman əmi. Bax, şəhid ailəsi yaşadığı yer görürsünüz də. Bax, Elman əmi şəhid atasıdır. Şəhid Eltun Qarayevin atasıdır. Bax, mən burada Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidimizin adına burada bulaq tikilibdir. Yəni mən bulaq tikiləndən bura gedib gəlirəm, bilirəm. Baxın.
Yani yağış yağırdı, yağan yağış yerin içindeydi. Bugünkü gündə də su dağılıb. Yağış yok. Ya. Geliyor baxın. Gözde kulen kavur yaşayır. Yağ daxil uçtu, ne kadar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnşallah yenisi tikilər. İnşallah Allah yaxşı, güzel insanlarımıza değmesin. Amin, amin. İnşallah yaxınlarda ben de az fəhmirəm. Xəbərim var. Allah hər kimdirsə. Güzel əmimizə, ağsaqqalımıza, o güzel qardaşlarımıza değmesin. Amin, İnşallah. amin. Yani bu tikiləcəkdir. İnşallah. Allah kömək olsun. Hər kimdirsə Allah kömək olsun. Hər kim ki dəstək olur, Allah onların köməyində dursun, qazançlarını bol eləsin. Amin, Onları, amin. o elə gözəl ağsaqqalları bizim başımızda nəsə eləməsin. Amin, Gözəl amin. qardaşları, elə gözəl insanları, bizi kim belə kasıb insanların üstünə nəsə eləməsin. Amin, amin Elman amin. Çox sağ ol. Var olsun onlar, var elə. Çox sağ ol, çox sağ ol. Allah tapşırmışam, Allah qorusun. Amin Allah, amin Allah. Kim ki hangisisə bir ehtiyacı olan insanın əlindən tutur, Allah da onun əlindən tutsun. Oldu Elman əmi, yolumuz uzaqdır. Gedən bir istəyən çayımızı için. Qadan alaram, sağ ol. Allah sağ deyməz. Sən gözəl ağsaqqalsan. Çox sağ ol, Xaqanım müəllim. Siz həmişə, yəni o bulağı da tikəndə, yəni Sevinç bacımızla bayramı təbrik edirəm. Çox sağ ol. Abiləmi də təbrik edirəm. Sağ Allah ol. qapsın. Amin. Allah abiləmi bizim ürəyimizli, Sevinç Əlbəttə bacımla ki. bizim ürəyimizli, bacımız. Yaxın günlərdə Allahın izni ilə, Habiləmi ilə gəlib sənin sayını çəkik. İnşallah, inşallah. Allah köməyində dursun. Sağ ol. Həmişə Sevinç bacı bilsin ki, o bizim ürəyimizdədir. Əlbəttə ki. O bulağı tikibdi, o yəni Xaqani müəllim də burada əvvəldən axıra, Zahar qardaşımız da yəni gəlir Noldan, Çirmən. Sağ olsun. Hə. Əlaqəyin öz eli, ustalığın öz elibdir. Ondan sonra Zahar qardaşımız da gəlir kafiyerin düzübdür. Hamısı Sağ olsun. bayramdan təbrik edirəm. Çox sağ ol. Çox sağ ol Elman əmi. Çox sağ ol. Allah Xaqani müəllim dəyməsin. Sağ ol. Siz həmişə, mən sizi həmişə görürəm TikToklarda da, siz ev tanımırsınız. Ev eşit, çünki... And olsun ürəklə, Allaha. Saat ürəklə. 3-ün yarısıdır Elman əmi. And olsun bizi yaradan Allaha, səhər-səhər yediyim çörəyin üstəyəm. Bilirəm, deməyiniz... İçdiyim çayın üstündəyəm. Allah'a and olsun. Çox sirf qəlblə, çox açıq ürəklə, canla, başdan siz hamıya dayaq durursunuz. Allah bilsin mənim qədrimi. Bəndə bilməsə də olar. Allah da bilir, bəndə də bilir, siz kimsiniz. Sağ ol. Kaş elə Sağ ol, insanlar var ol. hamısı kim olaydı. Sağ ol. Bizim o, indi yenə deyirəm, bizim o arxamızda duran ağsaqqallarımız var, bizim qəşəng dəstəkçilərimiz var. Allah canlarını sağ eləsin. Qazancını bol eləsin. Adlarını demirəm də, yəni indi bəlkəm deyək yaşıyor. Allah onun hamısını qorusun. Həmişə mən bu qapıya bir oğul kimi gəlmişəm, bir qardaş kimi gəlmişəm. Yenə də gələcəm, yenə də yanındayam. Öz evindir. Əlbəttə Sən ki. bilirsən ki, səni... Hər zaman qulluğundayam, hər zaman. Xaqanım mənim, sən bilirsən ki, bizi tək biz yox. Sizi bütün tanıyanlar çox istəyir. Sağ ol. Siz çox gözəl qəfil insansınız. Sağ ol. Çox dürüst Sağ ol. insansınız. Sağ ol. Mən ay toba, bax o balamın ölmüşlər ürəklə deyirəm. Nəyə görəsə demirəm. Düzdür, Bir düz. Allah bilir siz kimsiniz. Düzdür, düz. Siz həmişə ürək... Deməli gözəl izləyicilərimiz, Allah şahiddir, bax bu ata şahiddir, şəhidin anası şahiddir ki, burada biz bulağı tikəndə ilk dəfə mən bunlara təklif elədim ki, yəni bilirsiniz də, mənim səhifəmdən ancaq şəhid ailələrinə qazilər ev tikilirdi. Gəl Elman əmi, bir ev tikək, dedi bizim evimiz tikiləcək. Allah dövlətimizi qorusun, dövlət tərəfindən. Bəli, Mən də bulaq tikdim. bəli, mən dedim ki, Xaqani müəllim, yəni qoy... Yəni o təklifi mən eləmişəm. Bilməyənlər bilsin, Xaqani müəllim, ay toba, bax, yəni, bax gör haran dikirəm, o göydəki Allah, o balamın ölmüşünə. Xaqani müəllim çox dirəşliyibdir. Mən dedim Xaqani müəllim, bizim evi, indi Allah prezidentimizi qorusun, Amin. hökumətimizi qorusun, Allah Amin. bizi qorusun. Bizim evimizi prezidentimiz tikəcək. İnşallah. İndi bizə dedim ən vacib Xaqani müəllim, bura su çəkəm, neçə ildir yığışırıq, hara müraciət edir, bura su çəkəmirik. İndi qismət də, bəlkəm də belə qismət oldu. Yəni Xaqani Su çəkildi. müəllimin iştirakı ilə Sevinç bacımız, Habiləmiz. Habil əmi, ondan sonra Zahar qardaşımız, Zalal qardaşımız, yəni burada Xaqani müəllim də Bulağı da vallahi gedək çəkək. düz bulağın axırına qədər də burada olub çəkiliş eləyibdi. Gedək bulağı da Yəni Xaqani çəkək. müəllim, su da Xaqani müəllim hesabına, çəkilişin hesabına Sevinç bacı
abiləmi, Sağ olsun. qardaşımız, Cəlal qardaş. Bunları unutmarıq. Sağ ol. Gedək, bax, bunları da Gedək çəkək. Bax, gözəl izləyicilərimiz, Allah şəhid qardaşımıza rəhmət eləsin. Bax, bu bulağı burada tikilməkdir, bu barını sıvanmaqdır, rəhlənməkdir. Allah Seviş bacımızın canı sağ eləsin. Yəni, maddi əziyyətin Seviş bacımız çəkir. Tümen şəhərindən bir adam bura bir qəpik göndərməyib də, yəni qoymuyor. Qalan əziyyətində təmannasız çəkən ustalarımız var, Zahir qardaşımız var, Allah canı sağ eləsin. Cəlal ustamız var, Allah canı sağ eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Suyumuz da ki, daimi gəlir. Elmanım, bu niyə ağar? Bunu nə qədər pasta ilə silin. nə qədər silik keçmir. Salam bacı, nətərsən? Bayramınız mübarək. Qəbərdə çölə sıxıldım. Bunu Nadir qardaşımız göndərib, erkək çəkmişdi, bir pay, qurban payıdır. Bunu da Ramik qardaşımız pul göndərmişdi. Kartoflu bir de iki tane de söyleyeydim. Şirin ağızla yiyeyim. Allah onu gönderenlerin kazancını bol eləsin. Dilləri dolu olsun. Allah min əvəzin versin. Oldu, sağ olun. Bacı, şirin ağızla yiyeyim. Gözəl izləyicilərimiz. 14 pay paylamışıq. Bir payımız qalıbdır. Onu da Seyid Peyğəmbər evladına verəcəm. Amma çəkilişsiz verəcəm. Bir anamız var. Ağır xəstədir, yataqdadır. Elə onun oğlu da büyüm mənlə bərabər əziyyət çəkir. O bir payda öqə, apararsan anaya. Halal olsun. Allah onu göndərənlərin qazancına bərəkət versin, ruziləri bol olsun. Deməli, gözəl izləyicilərimiz qurbanlıqdan 450 manat almışdıq. 10 manat kəstirməyinə vermişəm, 10 manat maşınına vermişəm. Cəm şəkildə də 22.000 rubl eləyir 488 manat pul. Oradan 18 manat pul qalır, 11 manatın kartımız tutur, 17 manat pul qalır mənə, yanacaq pulu. Göndərən qardaşım, cibin dolu olsun. Ramik qardaşım 100 manat göndərmişdi, 80 manatlıq çörək, kartof almışdıq. 20 manat da Ramik qardaşımız göndərdiyi puldan mənə qalır. Təşəkkür edirəm. Allah cibinizi dolu eləsin, Allah ruzinizi bol eləsin, halallığın verəsiniz. Çox sağ olun.